أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de. Allah kardeşim Allah beşer versin. Barakallahu fikum. Jazakumullah khairan. Sonra şehrul mübarek ve şehrul Ramazan. Mübarek Ramazan ayı Allah subhanahu lütfunla merhamet sayesinde tamamlandı ve geride kaldı. Elm ehli buyuruyor ki Müslümana yaraşan odur ki neynesin? Ramazandan sonra öz halına fikir versin. Ve necə ki elm ehli buyurur, sabitçilik elə bir nimətdir ki, onu heç bir şey əvəz eləyənməz. Burada sabitçilikdən qəsd olunan sadəcə insanın dinin üzərində və ya da İslamda sabitçilikdir. Həmçinin əməllərin üzərində də sabitçilikdir. Və vurğuluyurlar ki, insanın Ramazanda etdiyi əməlləri davamiyyətli davam eləməsi, ondan sonra gələn aylarda da, onun Ramazanı gözəl şəkildə keçirdiyinin dəllidir. Hətta bəziləri deyir ki, Ramazanda orucunun qəbul olmağı nə idi? Səbəbidir. Ki, ondan sonra da neyləsin? Əməllərdə davam eləsin. Yəni, bu əməllərdən qəsd Ramazanda keçirdiyi oruçdur, sonra gecə namazıdır, sonra Quran oxumaqdır və sədəqədir və s. Ki, müsəlmana yaraşan odur ki, neyləsin? Sabit olsun. Ona görə böyük İslam alimi İbn-i Cevzi rahimehullah buyurur ki, Ya men nevaffə Ramazan alə əhsəni həl. Yəni, ey Ramazanı ən gözəl halda tamamlayan kimsə. La tədəğəyyər bə'dəhu fi şəvval. Ramazandan sonra gələn şəvval ayında dəyişmə. Ramazan gözəl şəkildə tamamlaması neyinə? Davamiyyətli ol əməllərdir. Çünki Ramazan böyük bir mədrəsə idi, böyük bir məktəb idi. Allah subhanahu ta'ala bu oruc əmrinlə, bizə lütfünlə, bizə öyrətdi ki, biz onun üçün halalları belə tərk edə bilərik. Haramlar minbə bilə bilər, haramları daha çox tərk etməliyik. Və Ramazan ayı bitibsə, əməllər bitməyib. Əs-savm lə yəntəhi. Oruç bitməyib, oruç davam edir. Şəvval orucu var. Birinci, bazar ertəsi və cümə axşamı, 4-cü gün orucu var. Əyyamul bid, ağ günlərin orucu var. Hicri ayının 13, 14, 15 və s. Və qarşıda inşallah Zülhiccə ayı, Zülhiccə ayının əvvəlində oruç tutmaq var, Arafa orucu var və s. və s. və s. Yəni, Əs-savm lə yəntəhi, oruç bitməyib. Vəl-Qur'an lə yartəhil. Və Quran çıxıb getməyib, bizim aramızdadır. Yəni, onu təkcə Ramazanda oxumurlar, daimi şəkildə Quranı öz həyatında yer ayırmaq lazımdır. Hər gün müəyyən bir miqdarda. Həqiqətən elm əldir ki, o insanı xüsrana uğrayıb ki, Ramazanda da Allahın kitabının arası yaxşı deyildi. Yəni, Ramazanda Allahın kitabının aran yaxşı deyilsə, bəs hava nə vaxt yaxşı olacaq? Və yaxud Ramazanda eləmisənsə, ondan sonra da davamiyyətli ol. Sahabələr nə edirlər? Ən gec halda 40 günə Quranı xətm edirlər. Ən gec xətm edən 40 günə Ramazandan başqa aylarda Quranı xətm edir. Ramazanda deyil. Ramazandan sonraki aylar. Əl-məsəcidu lən yuğlaq. Məscidlər bağlanmayacaq. Yenə davam edir. Çox təəssüf olsun ki, Ramazanda insanlar gəlirdilər təravih namazına. Bugün isə fərz namazları getmirlər. Hansı ki, təravih sünnədir. Bu özü fiqhin zəifliyini göstərir. Təravihdə iştirak eləyirdi. Təravih sünnədir. Düzdür, təravihdən öncə işan da qılır. Hazır namazlar məsciddə görünmür. Necə deyirlər? Məscidlərin halbisiz necə olur? Ev sahibi qalıblar, ev sahibləri. Qonaqlar gediblər. Ev sahibləri qalır. Yenə gələn, yenə gəlir. Qonaqlar siz getdilər, Ramazanda gəldə daha yoxdular. Fəcir, zahır, əsir, məğrib, şəvə s. Gedən getdi. Qalan isə qalıb. Ona görə önəmli olan
Ramazandan sonraki halında da fikir vermən və əməllər üzrə sabit olmalıdır. Sədəqə davam edir. Zəkatını verməyən zəkatını ver. Ona görə müsəlmana yaraşan odur ki, diqqət eləsin, öz halına baxsın. Həsibu anfusakum qablə ən tuhasab. Hesaba çəkilməmişdən əvvəl özünüzü hesaba çəkin. Və baxın. Bax gör, nəyi təqdim eləmişsən? Nə dəyişib halın? Ramazanını keçdi. O Ramazanda nə qədər faydalandın? Neçə ayə əzbərlədin, neçə ayə öyrəndin, neçə ayəni bilmirdin. Həmin Ramazanda, ötən Ramazanda öyrəndin. Və bunda sabit ol. Ona görə deyək ki, kun Ramazan, la təkun Ramazaniyyən, kun Rabbaniyyən. Ramazanı olma, Rabbani ol. Əbu Bakr radiyallahu anh nə deyirdi? Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat eləyəndə. Dedi, mən kəni ya'budu Muhammədən və ənə Muhammədən qad mət. Kim Muhammədə ibadət edirdisə, desin ki, Muhammed sallallahu aleyhi ve sellem artıq yaşamır. Mən kəni ya'budullah, kim Allah ibadət edirsə, İnnəllah hayyüllezî lâ yemut. Allah subhanallah həmişə deyirdi. Bəli, xeyir mövsümlərində daha çox çalışmalıydın. Amma o demək deyil ki, xeyir mövsümləri bitəndə də Allahın haqqı bitməlidir. Xeyr. Ramazan bitsə də Allahın haqqı daimidir, əbədidir. Ta ki sən onunla görüşənə qədər.